Salam aleyküm dostlar, necəsiz? Gördüğünüz kimi sizlərə dediyimiz STC 3008 termostatı ilə hazırladığımız inkubator hal-hazırda buradadır. Qurulumu o birisilərə baxanda biraz çətindir, amma belə düzəltsəz ondan sonra asanlaşır. Gördüğünüz kimi inkubatoru bu formada hazırladıq. Daha sonra STC 3008 termostatımız buradadır. Bu termostat əslinə qalsa, yəni o birisilərdən yaxşıdır. Yəni buna akkumulyatorda istifadə edə bilirsiniz. Yəni işıqlar sönəndə də akkumulyatordan qoşa bilirsiniz. İçərisində 2 ədəd daçki mövcuddur. Biri qırmızınındır, soldakı, sağdakı isə göy ekranındır. İçəridə 1 ədəd fan, 1 ədəd 60'lıq lampoçka mövcuddur. İndi gəlin keçək STC 3008 haqqında məlumata. Gördüğünüz gibi bu soldakı kırmızı olan, bu kırmızı olan içerinin yani yumurtanın istiliyini göstərir. Yani bu 37.7 de koysanız onu keçəndə yani lampoçkanı söndürməyəcək. Ama sağdakı ise bu görəkdə olan inkubatorun içerisinin istiliyini ölçür ve burada ayarlayırsınız. Mesela 37.8 koymuşsa yani kutunun istiliyini ona çatdıqda lampoçkanı söndürəcək. Mesela 37.6 aşağısını koymuşsa ona çatdıqda yani inkubatoru işe salacaq, yani yandıracaq. Ama biz fanı buna bağlamadıq. Fanı ayrıca belə bir necə deyək, adapterla bağladıq. Yəni budakı yəni qurulumu bu yuxarıdakılar ilə soldakını, aşağıdakılar isə bu göyü yəni ayarlayır. Məsələn buradan ən üstdəki aşağını məsələn basıb saxlayırıq. Basıb saxladıq. Ekran yanıb söndü. Buradan yəni tənzimləri məsələn aşağısını qoyduq 37.8, aşağıdakı knopkaya basaraq yaddaşına vururuq. Yuxarıdakı, sağdakını isə basıb saxlayanda ekran yanıb sönür. Buradan da istədiyimiz kimi artırıb azalda bilərik və aşağıdakına basaraq yaddaşına vururuq. Sağdakını isə tənzimləmək üçün dostlar aşağıdakı bu yuxarının aşağısındakı bunun aşağı ölçüsünü, yəni neçə dərəcəyə düşdükdə yanmağını göstərir. Sağdakı isə ən altdakı, yəni neçə dərəcəyə qalxdıqda, yəni lampoçkanı söndürməni göstərir. Aşağıdakını basıb saxladıqda dostlar biraz gözləyirik. Yanıb söndükdə aşağısını məsələn qoyursunuz 37.7, yuxarıdakına basaraq yaddaşa vurursunuz. Qıraqdakı, sağdakını basıb saxlayanda gəlir 38 dərəcə, buradan artıra bilərsiniz və onun üstündəki düymə ilə yəni yaddaşa vurursunuz. Məsələn burada hal-hazırda 34 dərəcədir. İndi bir dənə bu inkubatorun içinin dərəcəsini artıraq, yəni görək inkubatorun içində işıq sönəcək.